Çox vacib qaydalardan birinə baxaq, çevrə bölməsinə aiddir. Deməli, OTK sınağına düşüb 14 dekabr 9 buraxılışlara. Deməli, deyir ki, bir-birinə xaricdən toxunan iki çevrənin mərkəzləri arasındakı məsafə 8 olarsa, bu çevrələrin uzunluqları cəmini tapın. Bunu həll etmək üçün ilkin olaraq çevrənin uzunluq düsturunu bilməliyik. Çevrənin uzunluq düsturu L bərabərdir 2pi R düsturu ilə hesablanır. İndi deyir ki, xaricdən toxunan iki çevrənin mərkəzləri arasındakı məsafə, yəni O1, O2 bərabərdir 8. Şəkildə əvvəlcədən çəkib hazır qoymuşam ki, rahat olsun. O1, O2 məsafəsi 8-dir. Böyük çevrənin uzunluğu böyük R, daha doğrusu radiusu böyük R, kiçik çevrənin radiusu isə kiçik R ilə işarə eləmişəm. Yəni, bu da o deməkdir ki, R üstəgəl R 8-ə bərabərdir. Deməli, böyük çevrənin radiusu uzunluğunu L bərabərdir 2pi R düsturu ilə yazıram, L1. Kiçik çevrənin uzunluğunu isə 2pi kiçik R. Yəni, bu şəkildə yazıram. İndi bizə bu çevrələrin uzunluqlarını istəyir. L1 ilə L2-ni toplayıram, bərabərdir. L1-in yerinə yazıram 2pi R, üzərinə gəl, 2pi kiçik R bərabərdir. 2pi'lər ortaq olduğuna görə mən bunu möhtərizə xaricinə çıxardıram. Qalır R plus R. Biz də bilirik ki, R plus R 8 etdiyinə görə bura 8 yazaram. 2pi vurulsun 8, bu da bərabərdir olar 16pi.